Əgər insanın müxtəlif duyğuları eyni anda canlansaydı, necə hiss etdirərdi? Yaradıcılığında məhz bu suala cavab axtaran Yapon heykəltaraş Yoshitoshi Kinemaki insanın bütün emosiyalarını birləşdirərək əsərlər hazırlayır. Mürəkkəb və çoxşaxəli insan duyğularını bir obrazda təsvir etməyə çalışan sənətkar tamaşaçıya qəlbində gizlənmiş ziddiyyətləri açıq-aşkar göstərir. Yoshitoshi Kinemakinin qüsur effekti ilə taxtadan hazırladığı heykəlləri sevinç və kədərin incə sərhədlərini aşır. Sənətkar insanlara öz emosiyaları ilə üz-üzə gəlmək, onları qəbul etmək imkanı yaradır. Çox üzlü, çox qollu buddizm fəlsəfəsini əks etdirən heykəllərə böyük maraq göstərən Yoshitoshi Kinemaki elə bu ənənəyə sadiq qalaraq əsərlərində hər hansı duyğunun sabit və daimi olmadığını göstərir. İlk baxışda heykəllərin üz cizgiləri güclü təəssürat yaratsa da, tamaşaçı onların ətrafında gəzdikcə bunun tamamilə ziddi olan ifadələrlə qarşılaşır. Bu əsərlərlə heykəltaraş xoşbəxtliyin arxasındakı narazılıqları və yorğunluqları ifadə edir. Arzu Yusif, Elvin Cəfərov, Mədəniyyət xəbərləri.